Hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Xırdalanda Avpak yaşayış kompleksində 61,3 kvadratdan ibarət, yəni 17 mərtəbəli binanın 5-ci mərtəbəsində belə bir 3 otağa düzəlmə mənzilimiz satışa çıxıbdır. Mənzilin hal-hazırda biz dəhlizindəyik. Dəhlizdən göründüyü kimi döşəməsi metlaqdır və istipoldur. Burada sağ tərəfdə bir yataq otağı yığılıbdır. Bax, belə bir tam təmirli vəziyyətdədir. Kombi sistem hər bir otağa çəkilib. Onu qeyd edeyim. Burada hamam otağı yerləşir. Metlaq kafellidir. Döşəməsi istipoldur. Aksarların hər biri görüldüyü kimi yığılıbdır. Çox gözəl səliqəli təmir işlər gedib. Və bura isə mətbəx studiya deyək. Bax, belə bir geniş bir mətbəx studiyadır. Mebel üçün də yeri burada yığılmaq üçün hazır vəziyyətdə saxlanılıb. Kondisioner üçün də işıq xətti çəkilibdir. Artıq binada onu qeyd edim ki, yaşayış var. Burada balkonu yerləşir. Göründüyü kimi də binada artıq yaşayış var. Kombi sistemi qeyd etdiyim kimi hər bir otağa çəkilib. Kondisioner üçün işıq xəttini də qeyd etdim. Səhv etmirəmsə o da çəkilibdir. Bura isə ikinci bir yataq otağı. TV üçün də işıq xətti çəkilib. Buradan balkona çıxışı var. Balkon qapısı bağlıdır. İndi balkona çıxa bilmirik. Amma kombi aparatı üçün də yeri bax burada hazır vəziyyətdə saxlanılıbdır. Qeyd etdiyim kimi 3 otağa düzəlibdir. Mətbəx studiya ilə 61,3 kvadrat metrdən ibarətdir. Evin